Salam, hər vaxtınız xeyir olsun əziz Dalğa FM dinləyiciləri. 92.5 FM-də yayımlanan Biznes İnciləri verilişi ilə yenidən gəldik görüşünüzə. Bir məlumatını da nəzərinizə çatdıraq ki, radiomuzda yayımlanan bütün verilişləri Dalğa FM-in YouTube kanalından izləyə, Spotify və Apple podkastlarından isə dinləyə bilərsiniz. Hər zaman olduğu kimi bu gün də biznes dünyasında öz uğuru, əzmkarlığı və peşəkarlığı ilə seçilən dəyərli bir xanımı studiyamızda qonaq eləyirik. Sağlam həyat tərzi, düzgün qidalama və insanların həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində uzun illərdir fəaliyyət göstərən bir xanımdır bugün bizimlə. Onunla həm peşə sahəsində fəaliyyəti, həm sahibkarlıq yolu, həm də sağlam qidalama biznesini qurmağın incəlikləri barədə danışacağıq. Beləliklə biznes incilərinin bugünkü qonağı Şəfalı Həyat Coffee and Healthy Food təsisçisi, həkim dietolog Şəfa xanım Yadigarovadır. Xoş gəlmisiniz Şəfa xanım. Xoş gördük. Təşəkkür edirəm dəvətinizə görə. Bu qədər gözəl sözlər mənim haqqımda deyildi. Mənim üçün də bu doğrudan da fəxrdir. Sizin kanalınıza da uğurlar arzu edirəm. Nə yaxşı ki, belə bir kanallar var. Nə yaxşı ki, belə bir verilişlər var ki, insanlar doğrudan da bir motivasiya olaraq hər bir xanıma, bizi kimi xanımlar bir motivasiya oluruq ki, doğrudan da insan dayanmamalıdır. Doğrudan da uğruna doğru getməlidir. Doğrudan da insan istədikdə hər bir uğuru əldə edə bilər. Hər bir məqsəd qoyduğu məqsədə çata bilər. Və mən də bu yolumda doğrudan o biraz ətraflı birazdan danışacağım. Nələrdən keçərək və nəyə görə ümumiyyətlə bu şəfalı həyat layihəsini, şəfalı həyat fəlsəfəsini Azərbaycanda yaratdım və nə üçündür, bu insanlara nə verir? Aha, mən istəyərdim ki, bizi dinləyən dinləyicilər, Dalğa FM-in dinləyiciləri Şəfa xanımı daha yaxından tanısınlar. Kimdir Şəfa Yadigarova? Buyurun, dinləyirik sizi. Təşəkkür edirəm. Birinci növbədə mən həkim dietoloqam, amma öncə hər zaman deyir insan yaxşı peşəkar ola bilər, amma yaxşı insan olmalıdır. Mən düşünürəm ki, mən bir insan olaraq o missiyamın arxasınca gedirəm. Bir insani xüsusiyyətləri daimi özümdə aşalayıram. Daimi insanlara bir o biliklərimlə, etdiklərimlə, savadımla, elə o dediyiniz kimi hal-hazırda da artıq bir ildən çoxdur. Azərbaycanda ilk dəfə yaratdığımız Şəfalı Həyat Coffee and Healthy Food layihəsinin rəhbəriyəm, təsisçisiyəm və sahibkarıyam və bunun əsas məqsədi odur ki, biz insanlara insan ümumiyyətlə birinci növbədə nədən addımlamalıdır və o addımda insanı deyir, xanımlar hər zaman xanımlara dəstək olmalıdır. Hər zaman biz bir xanımlar cəmiyyəti yaradaraq bir-birimizə dəstək olmalıyıq. İstər iş xanımları, istər sosiumda, istər belə deyək də ictimaiyyətdə, yəni hər bir yerdə biz xanımlar bir-birimizə dəstək olmalıyıq və dediyim kimi mən birinci növbədə hər zaman özümün o insani xüsusiyyətlərimi aşılayaraq insanlara kömək etmək istəmişəm və həkim olmağımın da gəlin elə mən oradan başlayayım. Məncə də. Nəyə görə mən həkim oldum və necə oldu ki, ümumiyyətlə gəldim bu sayəyə. Mən kiçik yaşlarımda, hələ mən anadan olmamışdım. Allah ölənlərə rəhmət eləsin, mənim nənəm var idi. O bizim Qazax Akstafa rayonunda ilk xanımlardan idi ki, məhz orada qadın gimnaziyası yaradıcılarından biri və birinci orada məktəb yaradıcılarından biri idi. O 45-ci illərdə, 41-45-ci illərdə müharibə dövründə və bizim rayonda 3 dəfə rayon deputatı seçilmişdi. Bəli, və onun da fəaliyyəti bax belə qadınları bir-birinə cəmləmək, insanlara kömək etmək, neçə dənə belə deməli evsiz uşaqları bir məktəb yaratmaq, onlara təsir vermək bununla məşğul olubdur və onun mənim babam əskər gedir və müharibədə cavan yaşında tələf olur. Mənim anam o qədər, nənəm o qədər göz yaşları tökür ki, gözləri görmür. Və hər zaman deyirdi ki, mənim bir qız nəvəm olacaq, o göz həkimi olacaq və mən gözlərimə işıq verəcək. Doğrudan da bu bir olan bir hadisədir və mənim həyatımı o nə qədər dəyişib, nə qədər mənim həyatıma böyük rolu olub, nə qədər mənim həyatımın istiqamətində, yəni mənim bu günləri burada şəfa olduğumda doğrudan da o deyir, təməli mənim nənəmdən qoyulub və sonra illər keçir, mən doğuluram. Doğularkən mənim adımı Şəfa qoyurlar. Çünki deyirlər ki, bu qız hamıya şəfa verəcək, işıq verəcək. Və elə gəlir ki, mən düzdür göz həkimi olmuram. Düzdür Azərbaycan Tibb Universitetini Azərbaycanda bitirirəm. Sonra bir çox ölkələrdə, Rusiyada, Rusiyan ölkələrində, digər ölkələrdə, Türkiyə ölkələrində, xarici ölkələrdə təhsilimi artıraraq gəlirəm. Sonda gəlirəm, həkim dietoloq oluram. Və bugünkü gündə mən deyərdim ki, mənim
bugün şəfa olduğumda və kimliyimdə və hər zaman deyirəm ki, mən bir insanların bir memarı olmaq istədim. Nə demədim plastik cərrah olmayım, nə demədim göz həkimi olmayım, amma doğrudan da mən bu şəfalı həyat fəlsəfəsini insanlara çatdıraraq, şəfalı həyat fəlsəfəsini onların həyat tərzinə çevirərək, onlar mənim əhatəmdə və mən onların əhatəsində olaraq biz doğrudan da bu fəlsəfəni milyonlarla insana çatdıra bildik və hal-hazırda mənim eyni zamanda Şəfalı Həyat Coffee and Healthy Food belə deməli bizim bir məkanımız var. Biz orada ayda bir dəfə bizim kafemizin doğum gününü qeyd edirik. Bəli, bilirəm. Biz doğrudan çox təntənəli şəkildə qeyd edirik. Orada seminarlar keçiririk, orada tədbirlər keçiririk, orada tanınmış simalar gəlir, yazıçılar gəlir, modeliyerlər gəlir, bizim show biznesdən gəlirlər, eyni zamanda aktyorlar gəlir, yazıçılar gəlir. Yəni müxtəlif sahələrdən olan peşəkarlar gəlir və biz onlarla söhbət edirik və söhbət edərkən orada olan hər bir xanım özünə bir dərs götürür, bizdən özünə bir ibrət götürür, özünə bir məsəl insan həyatını dəyişə bilər. Bir cümlə insanın həyatını 180 dərəcə dəyişə bilər. Bir insanın həyat tərzi sənin həyatına deyir, 5 dənə yaxşı insanla ətrafında olacaq, oturub duracaqsan, sən onlardan 5-incisi olacaqsan. Belə deyək də, uğursuz insanla durub oturacaqsan, sən onlardan biri olacaqsan. Deyir, yuxarı qalxmaq daha çətindir, nəinki aşağı düşmək. Ona görə hər zaman yanımızda uğurlu, özlərində çalışan, zirvələrə qalxmaq istəyən, yaxşı mənada zirvələrə qalxmaq istəyən insanlar ətrafımızda olmalıdır. Biz də özümüz də qalxdıqca o insanlara da bir motivasiya olaraq, onlara da bu yolda dəstək oluruq və onlara da bu yolda istiqamət veririk. Mən bir məqamı çatdırım. Mən hər zaman o deyirik, uğura aparan yol. Mən belə bir kitab yazıram hal-hazırda, uğura aparan yol və doğrudan da uğura aparan yol insanın içində inam olmalıdır. Mən hər zaman inanırdım ki, mən bu yolda fəaliyyətim olacaq. Mən indi də inanıram, əvvəllər də inanırdım. Yəni deyir, mənim anam özü deməli Texniki Universitetində uzun müddət professor çalışıb. Hər zaman onun sözü var idi, deyirdi, qızım, hər zaman xəyallarla yaşa. Xatirələr insanı keçmişə aparır, insanı qocaldır. Amma xəyallar insanı hər zaman cavançı saxlayır. Niyə? İnsan hər zaman xəyallarla yaşayır. Və mənə hər zaman deyirdi, həyatda elə bir missiyan olsun ki, hər kəsə kömək et. Bacardığından, şərt maddiyyat deyil. Adicə bir söz insan həyatını dəyişə bilər. Nə qədər yüzlərlə insanlar gəlib, yüzlərlə. Bax, bunu etirafla deyirəm, alın açıqlığımla deyirəm. Mən çalışan kifayət qədər Azərbaycanda və Azərbaycandan ölkədən kənar, bəli, ölkələr insanlarla işləmişəm. Kifayət qədər şükürlər olsun, tanıyırlar və hər zaman deyirlər ki, siz bizim həyatımızı dəyişən insansınız. Hətta bəzi insanlar deyirlər, bizim uğur mələyimizsiniz, uğur böcəyimizsiniz. Doğrudan da o insanlardan o sözləri eşitmək mənim üçün həm şərəfdir, həm qürurdur, həm də deyirəm ki, ilahi, Allahım, Rəbbim, nə yaxşı mənə bu günü qismət etdi, nə yaxşı mənim həyatda elə, o deyirəm, nənəmin o dedikləri, o evladı, nəvəmiz olacaq bu. Yəni, bu doğrudan da insanları bir proqramlaşdırma da var. Və mən proqramda həmişə deyirdim ki, mən istəyirəm milyonlarla insanlara kömək edim. Siz necə, hər kəsin öz missiyası var. Bax, siz hal-hazırda bu Dalğa FM-dəsiniz və burada insanlara, məsələn, radio vasitəsilə məlumatlar verirsiniz, insanlara çağırış edirsiniz, insanlara motivasiya edirsiniz, insanlara dəstək olursunuz. Yəni, bu da böyük bir missiyadır. Hər kəsin və o televiziyada mən verilişimi açanda, mən eyni zamanda Şəfalı Həyat verilişinin həm aparıcısıyam, 8 ildir, həm də layihə rəhbəriyəm və onu da edəndə mənə dedilər, nə üçün lazımdır, sən kifayət qədər Azərbaycanda tanınırsan, kifayət qədər işin. Mən dedim, mən istəyirəm digər bir vasitə ilə də insanlara onu çağırış edim. Mən istəyirəm ki, insanlar, hər kəs, mən dünən bu gecə Qax rayonundan gəlmişəm, elə onu da vurğulamaq istəyirəm. Qax rayonuna getmişdim, bizim ailəvi dostlarımız var idi və o dostları da mən bu sayəmdə olaraq əldə etmişəm. Elə buradan o dostlarıma, məni sevən bütün insanlara təşəkkür etmək istəyirəm. Elə dünənləri biz Qax rayonunda İlqar müəllim var, çox dəyərli bir Azərbaycanın dəyərli bir insanıdır, Afilə xanım və siz necə insanlara çağırışdı ki, insan özü necədirsə, elə insanları da ətrafına bənzəyən insanları ətrafına cəlb edir. İnsan hansı həyat tərzini yaşayırsa, o həyat
həyat tərzində insanlara yamsıyır da. Yəni hal-hazırda bax bu bizim kafemiz. Elə istəyirəm bu haqqda danışım. Şəfalı Həyat Coffee and Dance of Food'un əsas fəaliyyəti nədir? O nə zaman Bax, açıldı? indi onun açılmağını, siz onun da hekayəsini danışın. Nə maraqlıdır mənə. Necə oldu bu kafeni araya ərsəyə gətirdiniz? Buyurun. Ümumiyyətlə mən birinci növbədə başladım bu dietologiyanı. Çünki nəyə görə özümün bir çox xəstəliklərimi özüm müalicə etdim. Bəli, mən özümü öz üzərimdə müalicə edərək mən gördüm ki, insanların hər bir xəstəlik qidadan başlayır. Aha. Yəni bütün həyatın o fəlsəfəsini mən Dinləyin anlayaram. bizi, görün, maraqlı Bu doğrudan söhbətlər. da özümün həyat tərzimdir və həyat təcrübəmdir. Necə həyatımı dəyişdim, nəyə görə ümumiyyətlə gəldim. Gəlin buradan başlayaq. Nəyə görə mən dietoloq oldum? Mən özüm uzun müddət doğum evində çalışırdım. Özümün kiçik bir klinikada çalışırdım. Sonra öz klinikamız var idi, bacımla çalışırdıq və sonra təkmilləşə sonunda gəldim artıq. Başa düşdüm ki, hər şey qidadan başlayır. Və hər şey qidadan başlayır və qidadan bitir. Bu nöqtəni dedim. Və mənim öz problemlərim var idi. Elə burada da qoy efir vəsitəsilə dedim. Ödümdə 12 dənə daş var idi, podagram var idi. Deməli, bir neçə dənə qəzaya düşmüşdüm. Onurğamda 3 dənə yırtıq var idi. Protruziyalarda heç sayını demirəm. Yəni, mənə artıq Azərbaycanda, Rusiyada, xaricdə dedilər ki, sən bir ildən sonra şikəst qalacaqsan. Baxın, bir cavan insana, enerji dolu bir insana bunu demək. Mən də oradan bir həftə belə deyək ki, sözün əsasında depressiyaya düşdüm. Və sonra dedim, yox. Bu mənim başıma gələ bilməz. Mən durdum, o deyir, özdə bir uşaqlıqda bir multfilm var idi. Münxhausen deyir ki, öz boynumdan götürüb özümü bataqlıqdan çıxartdım. Amma sözün əsl mənasını mən də elə. Dedim ki, mümkün deyil. Başladım idmana getməyə. İdmanla bərabər başladım sağlam həyat. Yürüyüşlərə başladım. Belə başladım. Və sonunda gördüm ki, mənim ağrılarım keçdi, ayaq ağrılarım keçdi, onurğa ağrılarım keçdi. Mən onu 3 dənə deyilənə görə o yırtıqla sonra dedilər ki, sən bir ildən sonra heç 1 kilo bir çörək də götürə bilməyən bir insan. Dərmansız, həkimsiz sağaltdırır. Bəli, dedilər ki, 1 ildən sonra 1 kilo bir çörəyi də götürə bilməyəcək bir xanım artıq illər Pilates mərkəzlərinin siması oldum. Mən deməli 2022-ci ildə Eurogym Avropa oyunlarında qeyri-professional arasında 48 yaşımda orada biz dövlət tərəfindən getdik, Azərbaycan yığma komandası tərəfindən getdik və orada mən ikinci yer deməli gümüş medal qazandım. Bu hansı ki bu insana bu diaqnozu qoymuşlar. 12 dənə daşım tamamilə yoxa çıxdı. Podagram nə olan bir şeydir. Mən saatlarla böyük bir deməli diktaban ayaqqabılarda, efirlərdə oluram. Yəni bunlar hamısı özüm xaric etdim və sonunda qərara gəldim ki, hər şey qidadan gəlir, həyat tərzindən. Və ona görə bu gün bax elə sevə-sevə və danışıram belə ətim ürpəşir ki, mən bu qədər insanları çağırış edərək insanların həyatını dəyişməyə başladım. Və o günü deməli, birinci özünüzdən başladınız. Bəli, birinci mən özümü müalicə etdim. Əsas budur. Və mən özümü gördüm ki, hər şey buradan başlayır və mən insanları buna görə bu günlər elə sizin efir vasitəsindən, öz efirlərinin vasitəsindən, digər sağ olsunlar dostlar, onların vasitəsindən çağırmaq istəyirəm ki, insanlar öz həyatlarını öz əllərindən dəyişə bilər. Mən hər zaman deyirəm ki, gəlin hamımız bərabər biz hansı insana çevrilək, hansı ki yüzlərlə arzuları var. Çünki sağlam insanın arzuları bitmir. Xəstə insanın tək bir arzusu var. Sağalmaq. Bəli. Ona görə mən istəyirəm ki, bütün Azərbaycan xalqı, ümumiyyətlə bütün xalqlar hər zaman şəfalı yaşasınlar. Kaş bütün həkimlər sizin qədər belə pozitiv, enerji dolu və şəfa verən olsunlar. Çox nadir hallarda düzdür. Bu qədər pozitiv həkimlərlə qarşılaşırıq. Çünki bilirik də ki, onlar bütün günü xəstələrlə üz-üzə gəlirlər, neqativlərlə yəni üz-üzədirlər. Amma ki, sizin qədər həm də ən əsas nüans nədir? Bizi dinləyənlər də, bizi dinləsinlər. Çox gözəl fikir səsləndirdiniz ki, insan birinci özünün həkim olmalıdır. Mütləq. Və mən bu insanlara şəfalı həyat fəlsəfəsini təbliğ etməklə demirəm ki, məndən asılı olasınız. Mən onlara o həyat tərzini öyrədərək, deyir, yaxşı insan odur ki, sənə pul vermir, sənə o deyir balıq vermir, balıq tutmağı öyrədir. Ona görə insanlara o maddiyyəti vermək yox. Yaxşı insan odur ki, sənə onu necə qazanmağı öyrədir. Mən də onlara onu öyrədirəm.
edirəm ki, bax bu həyat tərzi, mənim həyat tərzimdir. Mən mütəmadi Instagram səhifəmdə paylaşıram. Səhərlər yürüyüş, mən saat 6-da yürüyüşdə oluram. Mən hal-hazırda 6 növ idmanla məşğulam. Eyni zamanda fiziki aktiv iş fəaliyyətim var. Özüm Dövlət Təhlükəsizlik Xidmətinin həkimiyəm, artıq 10 ildən çoxdur. Eyni zamanda özümün Şəfalı Həyat Coffee Addiction Food mərkəzim var. Eyni zamanda Şəfalı Həyat Cateringimiz var ki, insanlar hətta məsələn imkanı yoxdur hazırlamağa, vaxtı yoxdur, onu evlərinə rahat şəkildə çatdırılmasını edirik. O yeməklərin menülarını hamısını özüm tərtib edirəm, hamısını nəzarət edirəm. Təbii ki, burada böyük bir komanda çalışır. Onu deyəcəkdim ki, Şəfa xanım, bu qədər işi necə bir araya gətirə bilirsiniz və hamısında da uğurlu ola bilirsiniz? Mən bir məqamda vurğulamaq istəyirəm ki, mənim ən böyük uğurum bugünkü gün. Mənim 50 artıq 2 yaşım var, 53 yaşım var. Bunu deməyin. Bunu heç yerdə deməyin. Ya mən bunu fəxrlə deyirəm ki, görüntü o deyil əslində. Çox cavan görünürsünüz. Bu da insan daxil. Bəzən olur deyir ki, nə gözəlləşmirsən. Mənə elə gəlir ki, insan gözəlliyi düzdür, indi kosmetoloqlara qədər, yəni biz kosmetoloqlara müraciət edirik, müəyyən cüzi. İndi insanlıqda yaşad oluruq, yaşad olduqca da hər şeydə bir problem, adi əşya belə, yəni sıradan çıxırsa biz də insanıq, insanlarla görüşürük. Adi bayaq bir gözəl kəlmə dediniz ki, bir kəlmə insanın həyatını dəyişə bilər. Adicə məşəgəldə mənə elə söz deyə bilərlər ki, mən həmin günü çox xoşbəxt ola bilərəm və yaxud da ki, çox bədbəxt hiss eləyə bilərəm özümü. Bax, ona görə də mən hər zaman hər kəsi pozitivə kökləyirəm. Bilirsiniz, pozitiv, indi mən o biokimyəvi tərəfə keçirəm, çox danışarım, o necə dopamin, serotoninlər sintez olunur. Amma əsas odur ki, insanın düşüncələri, niyyəti saf olmalıdır. Və sənin əgər niyyətin nəinki özünə qarşı, ətrafına saf olsa, onda hər zaman sən həm cavan qalırsan, həm o deyir, o neqativdən uzaq olursan. Hətta mən hər zaman insanlara aşılayıram ki, bir neçə həyat prinsiplərimiz olmalıdır. Baxın, səhər 6-da durmaq, bu çətindir, bu bir vərdişdir. Amma o deyir, yaxşı, sağlam vərdişlərə öyrəşmək çətindir, amma onlarla yaşamaq çox asandır. Amma pis vərdişlərə öyrəşmək asandır, amma onlarla yaşamaq çətindir. Çünki gələcəkdə onlar çox fəsadlar yaradır. Ona görə mən özüm necəyəmsə, ətrafım da elədir. Hətta ətrafıma gələn o depressiyada olan insanlar, həyatlarından küsmüş insanlar, ümidlərini itirmiş insanlar da mənim o klubum. Eyni zamanda vurğulamaq istəyirəm ki, mənim Şəfalı Həyat klubum da var. Qadın klubumuz var. Bəli, orada artıq 500-600 nəfər xanımımız var. Biz onlarla mütəmadi görüşürük, mütəmadi onlarla əlaqədə oluruq. Hal-hazırda bax elə onu da vurğulamaq istəyirəm. Elə efir vasitəsilə də deyirəm. Ayın 18-19-u bizim Şəfalı Qarabağ turumuz olacaq. Bəli, bu turda nələr gözləyir işğaldan azad olmuş iştirakçılarımızı? Bəli, işğaldan azad olmuş şəhərlərimizi gəzəcəyik. Gözəl Şuşamızı görmək istəyirdim. Arzum idi ora. Xankəndinə gedəcək. Eyni zamanda orada o gözəl, təsəvvür oranın necə güclü torpağı var. O işğaldan azad olmuş. Allah bütün şəhidlərimizə rəhmət etsin. Allah onların ailələrinə səbir versin. Doğrudan da o böyük bir itkilərdir. Amma onların bugün o qədər zəhməti, o qədər o qanları tökülüb. Onların orada ən böyük, onların indi o onu sözlə ifadə edə bilmərəm. Qazilərimizə Allah can sağlığı versin və hal-hazırda bax elə bir xanımlarda, məhz elə şəhid ailələrimizin xanımları, iş xanımları çoxdur. Özlərinin şəxsi brendləri yaradırlar və dövlətimiz sağ olsun ki, bizə dəstək olur və eyni zamanda o qazilərimizə Allah can sağlığı versin. Onlar da hər kəs öz fəaliyyətindədir və təbii ki, dövlətimizə şükür ki, bu günləri göy səma altında yatırıq. Səhər dur. Mən hər zaman deyirəm, dünən getmişəm, qalxdı, rayonda gəzirəm, deyirəm, ay Allahım, şükürlər olsun. Allah bizim dövlətimizə, prezidentimizə can sağlığı versin ki, biz bu günlər rahatlıqla istədiyimiz ölkəmizə gedirik, istədiyimiz rayona gedirik. Gözəl, biri-birindən gözəl. Hər bir, belə də baxırsan, inanmırsan ki, yəni sən Azərbaycandasan. Vətənimizin hər qarışı o qədər gözəldir ki, gəzdikcə doymur insan. İnanın ki, doğrudan gözəldir. Mən bunu səmimi deyirəm. Mən bütün Avropanı, dünyanı gəzən insanlardan biriyəm. Amma mən Azərbaycandan gözəl ölkə tanımıram. Və adam tanırım ki, xarici gəzir, sonra gəlir yenə öz vətəninin rayonlarına. Mən ümumiyyətlə xarici ölkəyə gedəndə inansın, və onu da deyirəm, təyyarədən düşəndə, deməli, hava limanında olanda Azərbaycanlılar görəndə inan, həyat yoldaşım da yanımda az qalıb gedib hamısını öpüm, qucaqlayım. Və doğrudan da bu mənim üçün sevincdir, qururdur. Mən hal-hazırda indi onu da deyim ki, deyirsiniz ki, bu yola necə gəldiniz? Görün, oradan, o mövzudan keçirik bu mövzuya və öz sağlamlığımı birinci əldə etdim. İkinci
başladım ki bu insanlara bunu təbliğ etmək. Kömək Klubumu etmək. yaratdım, cateringimi yaratdım, kafemi yaratdım, verilişimi yaratdım və amma ən böyük uğurum, bax bunların hamısının arxasında ən böyük uğurum və bu gün ona görə də mən ailəmə təşəkkür etmək istəyirəm. Mənim ailəm mənim üçün ən böyük vasitə idi bu Bəli. yolda. Mənim ailəm burada mənim ən böyük nailiyyətimdir. Mənim ən böyük birinci uğurum mənim ailəm idi. Çünki mən hər zaman ailəmdən rahat olmalıydım. Bəli. Evlatlarım, Bəli. mənim şükürlər olsun Allah bütün hər kəsin balalarına can sağlığı versin. Amin. Allah hər kəsin balası hardadır? Azərbaycandadır, ölkədən kənar oxuyur, hansı işindədirsə Allah hər birini qorusun. Elə də mənim evladımı, mənim böyük oğlum var, artıq onun 26 yaşı var və dövlət qurumunda çalışır. Kiçik evladım deməli illər öncədən deməli 4 yaşından karate ilə məşğul olmuşdu. 2 dəfə Azərbaycan yığma komandasının birinciliyini alıb. Eyni zamanda bəlkə 150-180-dan çox medalları var, qazancları, dünya çempionları alıb, dünya kubokunu qazanıb birinci yerləri demək istəyirəm. Və sonda da dedi ki, mən IT proqramı məşğul olmaram. Hal-hazırda Almaniyanın çox bir nüfuzlu bir universitetində çalışır, oxuyur. Deməli, sən də uğurlu anasın. Mən birinci növbədə uğurlu anayam. Bəli. Amma bu Çünki həm iş xanımı, həm yəni sadaladıqlarınızın hamısını bir xanım. Birinci Yəni növbədə- bunu edə bilməzdi ki, o halda ki, ailəsi ona dəstək olmaz. Birinci növbədə mən deyərdim, mən uğurlu evladam. Çünki hər şey ailədən gəlir. Bəli. Mənim anam hər zaman mənim 5-ci sinifdə oxuyurdum. Mənim anam özü professor idi, Ali Riyaziyyat Kafedrasında Gülzar müəllimə, elə ona da buradan sağ təşəkkür edirəm. Mənə Kəmilə Dimləni 5-ci sinifdə mən oxuyurdum. Biz ona Kəmilə Dimləni oxuyurduq. Bu birisi nə qədər psixoloji bir kitabdır. Eyni zamanda hər zaman mənə o Nizaminin məsələn fitnəni hər Bəli, zaman mənə danışırdı ki, bəli, qızım, sən özü üçün öyrənirsən, mən üçün edirsən, özü Özü üçün üçün öyrənirsən. Mənim nənəm də sözü deyirdi. Deyirdi uşağı qundaqdan aşılamaq lazımdır. Deyir, bir alimin yanına uşağı gətirirlər və deyirlər ki, 15 gün doğulur, deyir ki, bu uşağı tərbiyə ver, deyir artıq 15 gün gecikmirsən. Ona görə o ailədən, birinci növbədə sən sağlam bir ailədə doğulmalısan. Orada ana, ata tərbiyəsi olmalıdır, hörmət olmalıdır ailədə. Bacılar, qardaşlar, bir ailə sevgisi. Bəli. Mən hər zaman deyirəm ki, mən uğurlu yox, mən xoşbəxt bir insanam ki, mən elə bir ailədə böyümüşəm. Ondan sonra da mən onu görərək, mən gəlmişəm bir gözəl bir ailənin gəlini olmuşam və mənim anam, atam rəhmətə gedənə kimi 83 yaşında rəhmətə getmişdi. Allah ölənlərə rəhmət eləmişsin. Mənim anam ona ölənə kimi, rəhmətə gedənə kimi Həsən müəllim müraciət edərək deyirdi. Ona heç vaxt adını demirdi. Yəni bizim ailədə ataya o qədər hörmət var idi. Mənim atam mənə heç vaxt səs qaldırmayıb, heç vaxt mənə söz deməyib. Amma onun olmağı, varlığı mənim üçün hər bir gücümdə dəstək olub. Yəni onun bir kəlməsi və sonradan artıq bir ailə quranda ailəmdə o ailə ən önəmlisi. Və bu günlər bu sadaladığımız bütün uğurlardan öncə ən birincisi mən uğurlu bir ana. Mən bu günlər şükürlər olsun. Allahıma o qədər təşəkkür edirəm və hal-hazırda bizi izləyən hər bir anaya onu demək istəyirəm ki, uğurlu qadın o demək deyil ki, ailəsi yoxdur. Bəzi insanlarda bilirsiniz necə belə bir təəssürat var ki, əgər mən iş xanımıyamsa, əgər mən ictimaiyyətdəyəm, əgər mən sosial bir mühitdəyəmsə, deməli mənim ailəm ikinci dərəcəli. Amma mən üçün birinci dərəcəli mənim ailəm olub. Çünki bugün şəfalı həyatı təbliğ edəndə, əgər ailə sağlam deyilsə, mən necə ailəm haqqında danışa bilərəm? Əgər mən şükürlər olsun, maşallah olsun, onu həmişə deyirəm, evlatlarım, yəni bu da təbii ki, baxmayaraq ki, mən işdə də çox olurdum. Mən səhər saat 5-dən axşama kimi, yəni mütəmadi o işim, bu işim, ailəm, hər bir şey kontrolda edərək və bu gün də bu yolumda mənə dəstək olan mənim ailəm.
mənim həyat yoldaşım. Bu ən önəmlidir. Demək ki, sizin Balalarım. uğurlarınızın 50% də elə ailənizə, yəni ki, Mən ailə deyərdim, ilk ailənizə Mən deyərdim məxsusdur, valideynlərinizə. 99% ailədir. Aha, 99. Nəyə görə? Çünki mənim içim xoşbəxt olmasa deyir, xoşbəxt qadın xoşbəxt anadır. Xoşbəxt ana sağlam evladlardır. Sağlam evladlarsa sağlam cəmiyyətdir. Bəli, çox Baxın, bu doğru. nə qədər birinci oradan gəlir. Əgər bu gün xanım özünə dəyər vermirsə, öz üzərində çalışmırsa, fiziki aktivliyinə dəyər vermirsə, qidasına diqqət etmirsə, masa, yəni hər şey mətbəxdən başlayır. Hər şey sağlam masadan başlayır. Öyle. Buna diqqət etmirsə, burada o qədər desin ki, deyir, evladlarımız biz dediyimizi etmirlər, gördüyünü edirlər. Gördüyünü edirlər. Çox Bəli, və doğru. bu günləri əgər bir ailədə bir qızın belə deyək, gördüyü anasının, atasının hörməti varsa, gələcəkdə o da yoldaşına hörmət Eynidir, edəcək. Bu eynidir. günləri əgər mənim anam da uzun müddət deyirəm də, o universitetdə professor idi, çalışırdı, atam. Yəni mən bunu görmüşəm və orada necə anam həm ailəsinə, həm qonaqlarım, bizə hər zaman evimiz qonaqlı qaralı olubdur. Yəni bunların hamısının qarşısında uğurlu bir qadın olaraq Bəli. və onun qarşısında nə qədər güclü qadın olsa da ailəsində o qədər də zərif bir insan, bir xanım olubdur. Mən hər zaman ondan bir ibrət götürürdüm. Ona görə uğurlu insanlardan, ailə dəyərləri olan insanlardan ətrafımızda daha çox olmalıdır. Hətta o qədər insanlar olub mənim yanıma gələndə kilolu olublar. Gəlir onu da deyim, kilolu olublar, gəliblər ki, mən ayrılıram, yoldaşım mənim kiloluma görə. Mən onları o qədər təbliğat etmişəm. İnanırsınız ki, bax Qurana and olsun. Yəni bu bir söz olaraq deyil, içimdən gəlirdi. Xanım gəlib ki, boşanmaya vermişəm, ərzə mən gəlmişəm arıqlamağa. Mən ona təbliğ etmişəm ki, bax sən yoldaşınla necə danışırsan, bax bunu müəyyən demişəm, heç nə eləmə. Bircə ay onunla bu tempdə danış, bu tərzdə danış. İnanırsınız ki, bir müddətdən görmüşəm ki, bu xanımdan səs səmiri yoxdur. Zəng eləmişəm ki, deyir ki, biz barışığımızı restoranda qeyd edirik. Yəni Gözəl. bir ailəni qovuşdurmaq, bir ailəni uçurumdan geri qaytarmaq, bu doğrudan da bu mənim uğurumdur. Bəli. Bunlar artıq sonradan kafemlə danışım. Nəyə görə yarandı birindən birinə. O qədər sizə maraqlıdır ki, maşallah olsun. Təşəkkür edirik. Deməli, gördüm ki, bir gündən bir gün bir kafeye getdim. Mənim ətrafım çox böyükdür, dostlarım, əzizlərim. Və elə oldu ki, mən işdən gec çıxıram. İşim çox oldu. Mən hər zaman işimə çox önəm verən bir insanam. Birinci növbədə mən toylara elə olub ki, saat 10-da gedib çıxmışam, amma işimi qoymamışam. Biz görüş təyin elədik. Elə dediyim kimi, elə qaxa getdiyimiz o ailə dostumuz. Son bir dəqiqəmiz var, çox təəssüf Bitir. ki, amma bəli, fikrinizi Qoy onu yekunə. da deyim. Buyurun. Biz bu kafeni yaratmaq. Mən oraya getdik və bizə dedilər ki, artıq kafe bağlanır. Və mən o günü özümə qərar verdim ki, biz kafe açacağıq və orada sağlam qidalanma olacaq və o sağlam qidalanma, sağlam düşüncəli, sağlam həyat tərzini yaşayan, sağlam ailəsi olan, sağlam cəmiyyətdə olan insanları bir-birinə toparlayıb, bəli. bir-birini orada bir cəmiyyət olaraq qadınların bir sağlam cəmiyyəti yaranacaq. Çünki hər şey xanımdan başlayır. Bəli. Əgər sağlam xanımdırsa, xanım onu təbliğ edirsə, insanlara onu çatdırırsa, ailəsində sağlamlığı, şəfanı təbliğ edirsə, deməli o bizim cəmiyyət. Və elə də biz bir insandan başladıq. Birinci dəfə 5 nəfər, 3 nəfər, sonra böyüdük. Artıq indi bizim Artıq neçə ildir? kafemiz 1 ildən çoxdur. Ay, maşallah. Amma bu dediyimiz kimi şəfalı klubumuzda artıq bir nəfərlə başlayıb gəlib 500-600 nəfərə çıxmışıq. Eyni zamanda rayonlara o dediyim ki 18-19-u Şəfalı Qarabağ turu eləyəcəm. Orada da biz gedirik, retreat edirik, meditasiyalar edirik, sağlam söhbətlər edirik, sağlam insanlarla tanışlıq edirik. Yəni bu insanı bir günlük belə restart edirik və insan gəlir və xoşbəxt olur. Xoşbəxtlik oradan başlayır, insan içindən. Birinci növbədə biz özümüzü dolğun xoşbəxt etməliyik ki, ondan sonra biz ailəmizə, yoldaşlarımıza, əzizlərimizə, dostlarımıza və birinci növbədə evladlarımıza onu ötürə bilək. Doğru. Çox doğru. O qədər gözəl danışırsınız. Heç sözünüzü kəsmək istəmədim. Çox suallarım var idi. O sualları yəqin ki, efir sonrası özüm verəcəm sizə. Biz sizə gəldiyiniz üçün təşəkkür edirik Şəfaq xanım. Vaxtınızı, dəyərli zamanınızı bizə ayırdığınız üçün xüsusilə təşəkkür edirik. Sizi izləyirik, sizi sevirik, sevə-sevə izləyirik. Sizə uğurlar arzu edirik. Bizə son sözünüz və yekunlaşırıq. Mən son sözdə bir onu deyə bilərəm ki,
insan gözləməsin sabahı və düşünməsin ki, kim bunu edə bilər. Hər şey bizim özümüzün içimizdədir və o an, o gün elə bu gündür və hər kəs düşünür ki, şəfalı həyat doğrudan da gözəl bir həyatdır. Əgər sən uğurlu, xoşbəxt və cəmiyyətə faydalı, yararlı bir insan olmaq istəyirsənsə, o zaman sən şəfalı həyatı, şəfalı fəlsəfəsinə qəbullanaraq, şəfalı həyatın bir üzvü olaraq artıq sən həyatı bu günün bu gündən, bu andan, bu dəqiqədən dəyişə bilərsən. Ona görə hər kəsə burada yalnız və yalnız şəfalı həyat arzu edirəm. Çünki şəfalı həyatın arxasında hər şey var. Həm düşüncə, həm sağlamlıq, həm cəmiyyət, həm ailə. Ona görə hər kəsə buradan sizin Dalğa FM vasitəsilə sizə də uğurlar arzu edirəm. Vasitəsilə hər kəsə buradan şəfalı həyat arzu edirəm. Qoy hər zaman bütün Azərbaycan xalqımız şəfalı olsun, gözəl cəmiyyətimiz olsun. Hər zaman da hər kəs hansı bir başlanğıcı etmək istəyirsə, o başlanğıc ona uğur gətirsin. Təşəkkür edirik. Çox sağ olun. Qeyd eləyək ki, biznes incilərinin bugünkü qonağı Şəfalı Həyat Coffee and Healthy Food'un təsisçisi, həkim, diyetoloq Şəfa Yadigarova idi. Əziz dinləyicilər, biznes incilərinin növbəti buraxılışında görüşənədək sizinlə mən idim Gülər İlxan qızı. Hələlik.